Hər vaxtınız xeyirli, uğurlu və bərəkətli keçsin. iComp mağazasına 2 yeni modelimiz gəlib, case modellərimiz gəlib. Hər ikisi Zalman brendindən məxsusdur. Biri deməli P40 Prism modeli gedir. Digəri isə P40 DS. Başlayaq bundan ki, hər iki modelin həm ağ, həm qara rəngi var. Yəni bu modelin həm ağ, qara rəngi var, digər modelində həm də ağ, həm qara rəngi var. Hər iki modeldə deməli üst örtüyü, yəni şüşələri bərkidilmiş, möhkəmləndirilmiş zərbiyə, istiyə, davamlı şüşələrdir. P40 Prism modeli və hər iki model bunu da nəzərə çatdırım ki, mid tower, yəni orta ölçülü caselər kateqoriyasına aiddir. Bu modelimizdə deməli bir ədəd fan daxilində mövcuddur, amma ki bu gördüyünüz hissəyə, yan hissəyə 3 ədəd 120 ml və eyni vaxtda aşağı hissəsinə də ki 3 dənə fan əlavə eləyə bilərsiniz. Digər modeldə P40 DS-də də deməli komplektində, case'in daxilində 3 artıq fan hazır böyründədir. Yan hissəsində də bir fan da ki 120'lik arxasındadır. Yenə də aşağı hissəsinə istəyə görə 3 ədəd 120'lik fan əlavə eləyə bilərsiniz. P40 deməli DS modelinin bir də burada 9,1 deməli düymlük smart ekranı var, hansı ki buradan prosesorun, videokartanın temperaturunu izləyə bilərsiniz. Eyni vaxtda əlavə yerdə qalır ki, ora iComp'un da endirimli qiymətlərini də əlavə eləyib izləyə bilərsiniz. Qiymət barəsində hələ ki məlumat konkret yoxdur. Amma ki, maraqlı olanlar soruşa bilər, qiymət barəsində sizə məlumat verəcək. İstənilən case modelləri, istənilən deməli, konfigurasiyanı, demək ki, müasir dövrün tələblərinə uyğun detalları bu caselərin hər ikisinə yığa bilərsiniz. Bir də fərq də onu demədim ki, deməli, P40 Prism modelində hər üç tərəfdən şüşənlə əhatə olunsa da, digər DS modelində qarşı tərəf yan hissə möhkəm istiyə dözümlü şüşənəndir, üst hissəsi isə bu formada havalandırması mövcuddur. Belə.